Salam əziz və dəyərli müəllimlər. Bu gün sizinlə inklüziv təhsil mövzusunun, yəni izahını verəcəm. İnklüziv təhsil belə deyək də müəllimlər 2024-cü ildə proqrama salındı. İnklüziv təhsil nədir? Bəzən müəllimlər inklüziv təhsil deyəndə sadəcə sağlamlıq imkanları məhdud olan uşaqları nəzərdə tutur. Yəni bax yanlışımız elə burdadır. İnklüziv təhsil belə deyək də sağlamlıq imkanları yəni məhdud olmasından asılı olmayaraq, bir sözündə sağlamlığından asılı olmayaraq, istər sağlam, istər sağlamlıq imkanları məhdud. Fərqi yoxdur. Yəni bütün uşaqlar eyni təlim mühitində təhsil almalıdır. Bax buna deyirik inklüziv təhsil. Yəni nə idi inklüziv təhsil? Sağlamlıq imkanları məhdud, bu sim mənası o deməkdir, baş hərflər. Sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla bütün uşaqların bərabər təhsil və iştirak imkanına malik olması prinsipinə əsaslanır. Yəni inklüziv tərif kimi belə deyirik ki, sağlamlıq imkanlarından asılı olmayaraq bütün uşaqların, bütün şagirdlərin eyni təlim mühitində, eyni sinif mühitində təhsil alması. Yəni ayrı seçkilik salmırıq da. Bir də inklüziyanın prinsipləri var. Ədalətlilik prinsipi, bərabərlik prinsipi, yəni bərabər imkanlar. Bu nə deməkdir? Görürsüz, ayrı seçkilik salmadıq. Dedik ki, sağlamlıq, yəni sağlamlığından asılı olmayaraq, sağlamlıq imkanlarından asılı olmayaraq fərqi yoxdur. Eyni sinifdə həm sağlam, həm də sağlamlıq imkanları məhdud olan uşaqlar, yəni eyni təhsil mühitində təhsil almalıdır. Məqsəd hər bir fərdin sosial, akademik və şəxsi inkişafına bərabər şərait yaratmaqdır. Bir sözlə yenə də deyirəm, inklüziya prinsipləri nədir? Ədalətlilik və bərabərlik prinsipi. Heç bir uşaq öyrənmə çətinliyinə, dininə, milli, fiziki və ya sosial mənsubiyyətinə görə təhsildən kənarlaşdırılmamalıdır. Yəni ki, kimisə məsələn deyir ki, müəllim uşaqları öyrənmə çətinliyinə görə qruplara ayırdı. Ya da ki, öyrənmə çətinliyi olan uşaqlara başqa tapşırıqlar verdi. Burada artıq inklüziya pozulur. İnklüziyada ayrı seçkilik olmamalıdır. Akademik nailiyyətinə görə ayırmaq, məsəl üçün də 5 alanlar, 4 alanlar, 3 alanlar qrupu. Öyrənmə tərzlərinə görə ayırmaq, intellekt tiplərinə görə ayırmaq, şəxsiyyət tiplərinə görə ayırmaq, nə bilim dinindən, cinsindən, irqindən, milli mənşəyindən, sosial mənsubiyyətinə görə ayırmaq olmaz. Yəni hər bir uşağın eyni təhsil mühitində, eyni təlim mühitində, eyni sinif daxilində təhsil almaq hüququ var. Hətta biz təhsil qanunu, maddə 42 təhsil qanununda nə keçmişdik? Keçmişdik ki, belə deyək də, dövlət deyir ki, təhsil hər bir şagirdin hüququdur. Yəni hər bir şagirdin təhsil almaq hüququ var. Yəni biz ona görə də kimisə orada ayıra bilmərik. Deməli, inklüziv təhsilin prinsipləri nələrdir? Baxın, birinci prinsipdə deyir ki, hər bir insanın dəyəri onun qabiliyyətindən asılı deyil. Bu nə deməkdir? Hər bir insanın dəyəri. İnsanlar var ki, hətta burada deyə bilərik ki, hər bir insanın dəyəri onun nailiyyət və qabiliyyətinə asılı deyil. Məsəl üçün, evdə 2 övladınız var, biri universitetə daxil olur, biri daxil ola bilmir. Və siz nə edirsiniz? Universitetə daxil olanı bütün günü bəhbəhləyirsiniz, onu sığallayırsınız. Ay mənim ağıllı balam, qəşəng balam. Amma o birisini həmişə təkləyirsiniz. Yəni, deyir ki, insanları nəyəsə görə dəyərləndirməyin. Nailiyyətinə görəmi, qabiliyyətinə görəmi, sosial mənşəyinə görəmi, yəni varlıdır, kasıbdır və s. Məsələn, bu varlıdır, bu varlı qohumdur, buna daha yaxşı davranın. Bu kasıb qohumdur, əşi bunun mənə nə xeyri var, mən heç bundan münasibət qurmayım, əlaqə saxlamayım. Yəni insanlara nəyəsə görə
dəyər verməyin. İnsan elə var olduğu üçün dəyərlidir. Növbəti prinsip deyir ki, hər kəs hiss etmək və düşünmək bacarığına malikdir. Bəzən sağlamlıq imkanları məhdud olan hansısa bir uşaq düşünün. Tutam 50 arabasında bir uşaqdır, nə bilim valideyn onu parka çıxarıb və şagird neyniyir? Tutalım ki, şagird deməkdə bir uşaq 50 arabasındadır, anası onu parka gətirib, başqa bir uşaq da, yəni sağlam uşaqlar da parkdadır və başlayırlar o uşağı əllə göstərməyə. Ana ona bax, nə bilim belə. Bəs axı həmin o əlil arabasında olan uşağın da hiss etmək, düşünmək kimi bacarıqları var, duyğuları var, emosiyaları var. Yəni bəzən biz elə uşaqlara fərqi yoxdur da, yəni təkcə əlil arabasına söhbət getmir. Ümumiyyətlə sağlamlıq imkanları məhdud olan uşaqlara bəzən elə baxırıq ki, sanki yad planetdən gəlib. Ona görə də nə deyirik? Deyirik ki, hər bir kəsin hiss etmək və düşünmək bacarığı var. Hər kəsin ünsiyyət hüququ var. Bu nə deməkdir? Düşünün ki, sinifinizdə kəkələyən bir uşaq var. Müəllim bu uşağı ayağa qaldırıb sual verir. Uşaq da təbii ki, kəkələyir. Bir sualı cavab verənə qədər, yəni vaxt gedir də kəkələyə. Bu istər-istəməz onsuz da öz ürəyində də tələsir ki, ay Allah, mən indi belə yavaş cavab verirəm, heç müəllim bəlkə də məni sona kimi dinləməyəcək. Biraz da həyəcana görə kəkələmək başlayır. Deyir ki, hər kəsin ünsiyyət hüququ var. Yəni, mən bir müəllim olaraq elə bir şagirdim var, ona sual vermişəmsə, o nə qədər də uzansa cavabı, mən onu səbrlə gözləməliyəm. Çünki indi onun kəkələməsi onun günahı deyil. O da istəməzdi kəkələsin. Amma mən durum, yox, sən otur aşağı, lazım deyil cavab verməyin. Bəsdir, hə, başa düşdüm, yaxşı. Sözünü kəsim ki, nə var? Hövsələm çatmadı onu dinləməyə, səbrim çatmadı. Olmaz. Mən səbrlə həmin kəkələyən uşağı, yəni sona kimi dinləməliyəm. Bütün insanlar bir-birinə lazımdır və sosial münasibətlər vacibdir. Bəli, bax düşünün ki, yaxınlarınızdan kiməsə nəsə olur, həmin dəqiqə ətrafınızla paylaşırsınız ki, məsələn, bizə qan lazımdır. Nə bilim, 1+, -3 və s. də qan lazımdır. Ya da donor lazımdır. Düzdürmü? İnsanlara müraciət edirsiniz, kimsə gəlib könüllü şəkildə sizə yardım göstərir. Sonra sosial münasibətlər vacibdir. Bəli, sosial münasibətlər, ünsiyyət, əməkdaşlıq münasibətləri təbii ki, vacib amillərdən biridir. Hər bir fərd dəyərlidir, inkişaf üçün və inkişaf üçün şərait yaradır. Bəli, hər bir insan təbii ki, dəyərlidir. Bunu bayaq da dedim ki, hər bir insan zaten var olduğu üçün dəyərlidir. İnklüziv təhsilin vacibliyi nədir? İnsan hüquqlarının qorunmasını təmin edir. Bəli, bayaq da nə deyirik? Deyirik ki, bax burada nə deyirdik? Hər kəsin ünsiyyət hüququ var. Hər kəsin təhsil almaq hüququ var. Bütün uşaqların fərqi yoxdur, ha sağlam, ha sağlamlıq imkanları məhdud. Bütün uşaqların eyni sinif mühitində, eyni təlim mühitində təhsil almaq hüququ var. Görürsünüz, yəni inklüziv təhsil neynədir? İnsan hüquqlarının qorunmasını təmin edir. Uşaqlarda özünə inam və özünü dərk hissini artırır. Yəni özünə inam o deməkdir ki, əgər sağlamlıq imkanı məhdud olan uşaq eyni təlim mühitində təhsil alırsa, yəni sağlam uşaqlarla eyni sinifdə, müəllim də həmin uşaqlara o birilərə davrandığı kimi davranırsa, adi də, yəni bu uşaq yad planetdən gəlməyib. Bu da buna görə fərqlidir də. Məsələn, əlil arabasındadır, gözdən əngəldir, qulaqdan əngəldir və s. Mən amma ona digər uşaqlar kimi davrananda o artıq özünü həmin sinifə aid hiss edir ki, mən də onlardan biriyəm, mən də bura aidəm, mən də sayılıram. Yəni bu insanda artıq necə ki əvvəllər çölə çıxanda belə deyim də sizə narahat olurdu, insanların baxışları onu narahat edirdi və s. Amma artıq özünə inam yaranıb. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırır. Yəni deyir ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqları cəmiyyətə qaynayıb qarışdırır. Niyə belə deyirik? Bayaq dedik axı, fərqi yoxdur. Sağlamlıq imkanları məhdud olan uşaqlar da gəlib sağlam uşaqlarla eyni təlim mühitində təhsil almalıdır.
Sosial münasibət əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Bəli, bu da ki 20-ci əsr bacarıqlarındandır. Universal dizayn, yəni öyrənmə üçün universal dizayn nə deməkdir? Tədris prosesində bütün şagirdlərin fərqli xüsusiyyətlərini nəzərə alaraq öyrənməyə maneələri aradan qaldırmaq məqsədi daşıyır. Bu yanaşma 3 əsas prinsip üzərində qurulur. Nədir 3 əsas prinsip? Cəlb etmə, təqdimat, fəaliyyət. Cəlb etmə o deməkdir ki, nə üçün öyrənirik? Yəni biz uşaqları o cür cəlb edirik dərsə ki, biz nə üçün öyrənirik? Təbii ki, birinci uşaqlarda maraq oyatmalıyıq. Cəlb etmənin zaten mənası odur. Cəlb etmək, maraq oyatmaq, motivasiya mərhələsi. Yəni öyrənməyə motivasiya yaradırıq. Maraq və məqsədləri aydınlaşdırırıq. Yəni uşaqların istək, maraq və məqsədləri nədir? Təqdimat nədir? Təqdimat, yəni belə yadda saxlayın ki, müəllim fəaliyyətidir burada. Bax, müəllimin fəaliyyətindən söhbət gedir. Müəllim fəaliyyəti. Məlumatlar müxtəlif formalarda, yəni vizual formada, audio formasında, qrafik və s. təqdim olunur ki, hər bir uşaq mövzunu anlaya bilsin. Yəni gözlə görərək öyrənənlər vizual anlayır, eşidərək öyrənənlər audial anlayır. Yəni ki, mən bütün uşaqların maraqlarına uyğun bir dərs qururam. Görürsünüz, hər bir uşaq mövzunu anlaya bilsin. Yəni müəllim bir dərs keçərkən, bir fəaliyyəti reallaşdırarkən müxtəlif üsullardan istifadə edir. Fəaliyyət nədir? Fəaliyyət artıq şagird fəaliyyətindən söhbət gedir. Şagird fəaliyyəti. Yəni təqdimatda müəllim fəaliyyətidir, fəaliyyətdə isə şagird fəaliyyəti. Necə öyrənirik? Şagirdlər öyrəndiklərini fərqli üsullarla tətbiq edirlər. Oyun formasında, layihə, müzakirə və s. Yəni təqdimatda müəllim fərqli formada şagirdlərə təqdim edir, fəaliyyətdə isə şagirdlər öyrəndiklərini fərqli üsullarla tətbiq edirlər. İnklüzivliyin faydaları nədir? Bütün uşaqlar, hamı, hər kəs öz dəyərliyini və aidlik hissini formalaşdırır. Bayaq da dedim, aid olma hissi, mən də onlardan biriyəm hissi. Yəni ki, mən xəstəyəm, mən qüsurluyam, mən beləyəm, özünü ayırmır. Artıq özünü də onlardan biri kimi hiss edir. Uğurlu, inklüziv hər bir fərdin potensialını üzə çıxarır. Uşaqların sosial və ünsiyyət bacarıqları inkişaf edir. Bunu zaten bayaqdan dəfələrlə dedik. Valideynlər və müəllimlər arasında əməkdaşlıq güclənir. Biz zaten demişdik ki, təhsil üçbucağı, yəni ki, kimlərdir? Valideyn, deməli, şagird və müəllim. Əməkdaşlıq mütləqdir. İnklüziv mühitin xüsusiyyətləri nədir? Hər kəsin fərqli olması qəbul edilir. Bəli, belə düşünün də, bir sinifdə adətən daha çox qara, qəhvəyə gözlər olur. Tək-tük də yaşıl göy göz olur. İndi biz bunu ayrı seçkilik eləyək ki, bunun gözləri göydür. Yəni demək istədiyim odur ki, insanlar zaten fərqlidir. Dəri rənginə görə, boyuna görə, saç rənginə görə, göz rənginə görə və s. Yəni bunun sağlamlıq imkanları məhdud olan uşaqlardan niyə ayırırıq? Yəni onlar da fərqlidir. Onlar sadəcə sağlamlığına görə fərqlidir. Bunlar isə məsələn xarici görünüşünə görə fərqlidir. Yəni insanlar zaten fərqlidir. Biz hər kəs ilə fərqli olması, fərqli olduğu kimi də qəbul etməliyik. Təhlükəsiz, dostyanə və dəstəkləyici atmosfer yaradılır. Təbii ki, bu da müəllimin üzərinə düşür ki, sinifdə məsələn sağlamlıq imkanı məhdud olan uşağı təkləməsinlər. Biz onunla elə bir dəstəkləyici mühit yaratmalıyıq ki, bir-birlərini ailə kimi sevsinlər. Sağlamlıq imkanları məhdud olan uşaqlar özlərini o sinifdə təhlükəsiz, rahat hiss eləsinlər. Fərdi yanaşma, ədalətli qiymətləndirmə aparılır. Fərdi yanaşma biz differensial təlimdə də keçiririk. Bizim şagirdlərimiz müxtəlifdir və biz hər birinə fərdi yanaşmalıyıq. Qüsurlu, xəstə kimi damğalayıcı sözlərdən istifadə olunmamalıdır. Uşaqların iştirakına, təşəbbüsünə, özünü ifadəsinə şərait yaradılmalıdır. Bir sözlə, dəyərli müəllimlər, inklüziv təhsilin bir neçə açar məqamı var. Hamı, hər kəs, bütün uşaqlar, bütün insanlar, görürsünüz,
Heç kimi parçalamıram hansısa əlamətinə, hansı xüsusiyyətinə görə. Və sizi bir də belə çaşdıra bilər. Sual yazar ki, müəllim bütün uşaqları dərsə cəlb etmək üçün ya da hər kəsi dərsə cəlb etmək üçün onlara eyni tip tapşırıq verdi. Bu yanlışdır. Mən bütün uşaqlara necə eyni tip tapşırıq verə bilərəm? Ya da ki, ancaq asan, ancaq çətin tapşırıqlar verə bilərəm? Bunların hamısı yanlışdır. Müəllim uşaqlara müxtəlif tipli tapşırıqlar verməlidir. Bunu da bir qayda olaraq yadda saxlayın. Hansı nəticəyə gəldik? İnklüziv təhsil bərabərlik, humanizm, sosial ədalət prinsiplərinə əsaslanır. Bu təhsil modeli bütün uşaqlar üçün, görürsünüz, ayrı seçkilik salmırıq. Bütün uşaqlar üçün ədalətli, tolerant və inkişaf yönümlü mühit yaradır. Onların həm fərdi, həm də sosial cəhətdən tam hüquqlu cəmiyyət üzvünə çevrilməsinə şərait yaradır. Bayaqki aid olma hissi. Belə müəllimlər, bugünkü dərsimizdə bu qədər. Sağ olun.